Dövlət başçımızın Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 12 avqust 2026-cı il tarixli sərəncamı ilə 15.600-dən çox əhalinin yaşadığı Babək şəhəri ərazisində, eləcə də rayonun Qahab, Naxçı-Nərgiz, Şəkərabad, Çeşmə-Basar və Güznüt kəndlərini əhatə edən yollar əsaslı təmir olunacaq. Sərəncam çərçivəsində Babək rayonunun Qahab, Naxçı-Nərgiz, Şəkərabad, Çeşmə-Basar və Güznüt kəndlərinin arasında ümumilikdə 59 kilometr, Babək şəhərinin arasında isə 33 kilometr yolun əsası təmiri nəzərdə tutulur. Beləliklə qeyd olunan ərazilər üzrə ümumilikdə 92 kilometr yol yenilənəcək. Son dövrlərdə dövlət başçımızın diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasında, eləcə də Babək rayonunda geniş miqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır. Yeni sərəncam da bu istiqamətdə görülən işlərin davamı olaraq rayonumuzun gələcək inkişafında mühüm töhfə verəcək. Yolların yenilənməsi ilk növbədə insanların gündəlik gediş-gəlişini asanlaşdıracaq. Lakin layihənin əhəmiyyəti bununla məhdudlaşmır. Müasir yol infrastrukturu yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsini gücləndirir. İqtisadi fəallığın artmasına və yeni imkanların yaranmasına şərait yaradır. Sakinlər də yol infrastrukturunun yenilənməsini rayonun inkişafı baxımından mühüm addım kimi qiymətləndirirlər. Yol infrastrukturunun yaxşılaşdırılması təkcə nəqliyyatın inkişaf etdirilməsi demək deyil, həmin məntəqələrin inkişafı, iqtisadi fəallığın artımı və insanların rifah halının yaxşılaşdırılması deməkdir. Ümid edirik ki, Ali Baş Komandan tərəfindən göstəriş verilən, həyata keçirilən tədbirlər Muxtar Respublikamızda yüksək səviyyədə həyata keçiriləcəkdir. Əsaslı təmir işlərinin həyata keçirilməsi həm rayon mərkəzinin, həm də kəndlərdə yaşayan insanların rahatlığına birbaşa təsir göstərəcək. Xüsusilə kənd yollarının yenilənməsi əhalinin şəhərlə və digər yaşayış məntəqələri ilə əlaqəsini daha da yaxşılaşdıracaq. Bu isə gündəlik həyatla yanaşı kənd təsərrüfatı məhsullarının daşınması, xidmətlərə çıxış və ümumilikdə iqtisadi aktivlik üçün də əhəmiyyətlidir. Yol abadlıqdır, yol həyatdır, hər şey yoldan başlayır. Bu yolların abad olması bizim üçün də xeyirli olacaqdır. Qoy vətənimiz gündən-günə çiçəklənsin. Bu sərəncamdan irəli gələn işlərlə bağlı biz də əlimizdən gələni əsirgəməyəcəyik. Çalışacağıq ki, Muxtar Respublikamız bundan sonra da günü-gündən çiçəklənsin, günü-gündən gözəlləşsin. Beləliklə, Babək rayonunda 92 kilometrlik yolun əsaslı təmiri yalnız yol infrastrukturunun yenilənməsi deyil, həm də yaşayış məntəqələrinin inkişafına, insanların rahatlığına və iqtisadi fəallığın artmasına hesaplanan mühüm layihədir. Növbəti mərhələdə həyata keçiriləcək bu işlərin rayonun simasına və sakinlərin gündəlik həyatına müsbət təsir göstərəcəyi gözlənilir. Çünki müasir yol rahat gediş-gəlişlə yanaşı, yeni imkanlara, inkişafa və daha əlverişli yaşayış şəraitinə aparan əsas infrastrukturlardan biridir. Adilə Səfərova, Arzu Sadiqov, NTV Xəbər.